Biz də təxminən həmin məsafədən 3 qapıya zərbə indirdik. Qarabağ fərqləndi, biz isə yox. Düşünürəm ki, bunu bacarmaq mümkündür və Bakıda bunu reallaşdırmaq istəyəcəyik. Ümidvarıq ki, məhz onların bu fikirləri ilə sözdə qalacaq. Qarabağ ev qələbəsi ilə məhz bu azarkeşlərin gözü önündə Twente'ni bu qarşılaşmada da nəhayət ki məğlub etməyə bacaracaq. 2 dəfə Twente ilə bu stadionda üzə gəlib Qurban Qurbanovun komandası. Hər ikisində də golsuz bərabərliyi qeydə alınıb. Nəhayət ki tilsimi qırmaq lazımdır. Artıq heyətlərə keçmək olar. Qarabağın 11'liyi belə olacaq. Martin Zlomisic qapıdadır, 23 nömrə. 2 Mateo Silva, 55 kapitan Bedavi Hüseynov. 4 Bence Varkoni. 5 Bruno Langa. 88 Samuel Lubatu. 20 Kadi Borges. 8 Marko Yankovic. 7 Cali Muad'Dib. 21 Aleksey Kashuk ve 22 Musa Qurbanlı. Müqayisəyə ehtiyac yoxdur. Azərbaycanın bir nömrəsi meydandadır. Qurban Qurbanov üçün açılan pankart Qarabağ fanatları azarkeşləri tərəfindən 2008-ci ildən Qarabağın sükan arxasında, xüsusilə də son illərdəki möhtəşəm performansı, çıxışı, ardıcıl Avropa klublarının çıxış etdiyi turnirlərin əsas mərhələsinə vəsqə qazanması, 2 dəfə Çempionlar Liqası, Avropa Liqası və indi də bugün əsas hədəf, əsas missiya Konferans Liqasının əsas mərhələsinə yüksəlməkdir. Daha sonra isə topa kim ilk olaraq toxunacaqsa bu müəyyənləşdirilir. Bu isə Twente'nin 11'liyidir. Qapıda 1 nömrə Lars Unerstal, 28 Bart Van Roy, 3 kapitan Robin Proper, 43 Ruud Neistad. Geri gəlmişən Neistad meydandakı ən gənc futbolçu olacaq. Beləliklə Roy Tsagi start çarəsini səsləndirdi. Uğurlar Qarabağ. 2018-ci ildən FIFA referisi statusundadır Roy Tsagi. Qarabağın sağ cinahdan hücum Aleksey Kashuk, arxadan Mateo Silva da gəldi. Kashuk artıq cərimə meydançasındadır. Kashuk paralel pas, başla toxunuş amma top Lars Unestal'da qaldı. Ötürmə qapı qarşısına birinci toxunuş bizdən. Məlumatınız var hörmətli tamaşaçılar. Twente'nin dostluq, qardaşlıq münasibətlərinin olduğu bir neçə kollektiv var ki, onlardan da biri məhz Qarabağdır. Bu arada qonaqların hücumu top Martin Zlomisic'də qaldı. Bu dəfə götürmə isə bərk alındı. Samuel Lubatu soldakı boşluğu mükəmməl dəyərləndirdi. Cali Muad'Dib önündə Bart Van Roy, Cali və küncdən zərbə yox. Hakim qapıdan zərbədir. Korner qeydə alınmadı. Cali Muad'Dib də etiraz edir. Amma yeni qaydalar əsasən var. Müdaxilə eləyə bilir. Belə epizodlara, belə vəziyyətlərə. Bu Cəzairli Ramiz Zerruki'dir. ...28 yaşlı futbolçu Twente'nin öz yetirməsi sayılır. 2019-2023-cü illər ərzində Twente'dən Feyenoord'a keçmişdi. Muad'Dib Langa yerdədir. Hakim cərimə zərbəsini təyin edir. Növbəti dəfə ayağa zərbə var idi. Orada daha bir sarı vərəqə. Twente futbolçuları artıq sərt mübarizələri aşırlar. Kobud oynamağa başlayıblar. Sarı vərəqə Bruno Langa'ya. Çox maraqlıdır. Simulyasiya var idi mi burada? Göründü. Simulyasiya. Hakimi aldattığı üçün, daha doğrusu aldatmaq istədiyi üçün, aldada bilmədi. Gecə ötürdü Yunus Taha. Ramiz Zerruki. Ötürmə cərimə meydançasına bərk alındı. Buna rəğmən sol cinahdan özünü Ruud Neistad topa çatdırdı. Daha da Weidman qapı tiri ona zərbə edilə. Ona zərbə edilə.
Tehlikeli noktadan cərmə zərbəsi təyin edib Norveçli referi. Yerindən zərbə indirdi. Top qapı tirindən geri döndü. Martin Zlomislic'in toxunuşu var idi mi orada? Parmaqları değmişti deyəsən topa. Əvvəlcə Martin, ardınca isə qapı tiri Qarabağı qoldan xilas etdi. Uzanmış vəziyyətdə bu zərbəyə mane olmağa çalışacaq. Kim zərbə indirəcək? Yunus Taha yoxsa Robin Proper? Taha zərbəsi. Daha bir bəxt. Belə tərpənilmədi, reaksiya göstərə bu rakursdan ideal şəkildə göründü. Olduqca vacib toxunuş Matheus Silva'dan. Hətta xilas etdi qoldan. Əminliklə bu ifadəni səsləndirmək olar. 30-cu dəqiqənin son saniyələri, 2-dən zərbə yenidən yerinə yetirilməlidir. Rohit Sagi bunu tələb eləyir. Musa Qurbanlı ilə Rudneystat'ı yanına çağırdı. Müəyyən gərginlik yaşanırdı aralarında. Bunu aradan qaldırdı Norveçli referi və Dauda Weidman növbəti dəfə topu oyuna daxil edəcək. 2-cü nöqtədən bu dəfə uzaq dirək istiqamətinə Rudneystat çata bilmədi. 33 dəqiqə ərzində Cali Muad'Dib mükəmməl keçid. Cali Muad'Dib alınmadı zərbə. Lubatu son toxunuş. Zerruiki əla gördü sol tərəfi. Sondre Eryaseter. Sondre akrobatik kullanışla zərbə. Bu səhv eləmirəmsə mərakeşli idi. Bəli. Yunus Taha başı üzərindən zərbə ilə fərqlənmək istədi. Nə yaxşı ki, zərbə alınmadı. 23 yaşındadır Yunus Taha. Ötən mövsümü Groningen'də icarə əsasında keçirib, Zvole'dən gəlib Twente'yə. Olacaq, ziyanı deyil. Bunları bildirmişdi Qurban Qurbanov. Qarabağın hücumu 3 nəfərlə gəlir. Musa sağ tərəfə, Cali Muad'Dib qəbul etdi. Önündə Rudneystat. Cali Muad'Dib artıq mərkəzdədir, zərbə! Koruyandan silkələdi Fransız. Cali Muad'Dib bu Qarabağın 40 dəqiqə ərzində qapıya indirdiyi ilk zərbə idi. Dəqiq olmasa da hər halda təhlükəli alındı bu toxunuş. Son anda fikir verdisə Lars Unestal əlini çəkdi, yığışdırdı. Bu genç klublarında da işlərdə. Cərmə zərbəsi Weghorst. Fərqli gördük Twente futbolçularından. Musa Qurbanlı. Kadi Borges önünə ata bilmədi topu. Ramiz Zerruiki və Proper. Ötürmə qapı qarşısına çox təhlükəli idi. Düz Martin Zlomislic'in qarşısında təhlükə sovuşduruldu. Daha bir cəhd, daha bir yanaşma və beləliklə Rohit Sagi komandaları geyinmə otağına yolluyor. Qarabağ Twente maçının ilk hissəsində gol səsi çıxmadı, eşidilmədi. Fasilədən sonra ümidvarıq ki, Qarabağ tam fərqli oyunla mübarizə ilə meydanda əzimkarlıqla yadda qalacaq və bu azarkeşləri, bu soyuq havada, yağmurlu, yağışlı havada ölkənin bir nömrəli arenasına gələn azarkeşləri qələbə sevinci ilə sevindirəcək. Rohit Sagi'nin işarəsiyle ikinci hissə başlayacaq. Komandalarında heyətlərini yenidən xatırlatmaq istəyirəm. Bu dəfə qonaqlardan başlayacağım. Qapıda bir Lars Unestal'dı. 28 Bart Van Roy, 3 Robin Proper kapitandı. Twente ikinci hissəyə fəal başladı. Yunus Taha cərmə meydançasında yerdə qalıb. Toqquşma göründü. Həm Yunus Taha həm də Berçin Varkoni. Weidman 6, Ramiz Zerruiki 22-ci dəqiqədə sarı vərə qalıb Əlcəzairli. 19 Yunus Taha, 27 Sondre Eryaseter. Sabah Hapılşeva Yerşeva qarşılaşmasında da belə bir izdiham yaşanmışdı, görünmüşdü. Bugün isə hamının ürəyi Qarabağla döyünür. Ötürmə çox təhlükəli idi, amma Martin Zlomislic səhvə yol vermədi. Kaşuk'tan yayındı. Ama çok
Vacib müdaxilə izlədik Samuel Lubatu'dan. Niderland təmsilçisinin növbəti həmləsi. Weidman bu dəfəki zərbə alınmadı, nə yaxşı ki də. Sol cinahla oynadı. Sondre Heriaseter diqqətli olmaq tələb olunur müdafiədə. Twente'ye baxın. Demək olar ki, bütün komanda ilə hücumdadılar, ötürmə. Bence Marconi'ye ardınca Martin Slovicic. Qayda pozuntusu var idi burada. Bir qədər gec də olsa fit səsləndi. Martin Slovicic'e qarşı kobud oyun var idi cərimə meydançası daxilində. Hakim ise onun qalxmasını və cəld şəkildə oyunu bərpa etməsini tələb eləyir. Weghorst. Bir daha vurğuluyum. 1 metr 97 santimetr boyu var və kullanarkən də Kiver'in hara yüksəlir. Hətta qapçı ilə dueldə belə demək olar ki, bərabər səviyyəli mübarizlik. Johnny Montiel, Cebray Makreskis, Dani Bolt, Bəhlul Mustafazadə, Şahruddin Məhəmməd Əliyev oradadır. Qarabağın hücumu, top qapının yanından keçdi. Kadi Borges. Bir həftə əvvəl olduğu kimi yenə fərqlənə bilərdi. Təxminən eyni dəqiqədə fərqlənə bilərdi. Çok tehlikeli zərbəydi, inanılmaz. Mükemmel zərbə, top hətta deyəsən qapı dirəyinə dəydi. Qapı dirəyinə, bəli, bu dəfə Twente'nin bəxti gətirdi. Cərmə meydançasına doğru şığıması, hətta Wout Weghorst da arxaya qaydaraq hücumun qarşısının alınmasında iştirak etdi. Kadi Borges, zərbə müdəyində, Kadi Borges! Qarabağ 1-0 gol! 1-0 Kadi Borges! Herkes ayaktadır Tevfik Behramov'da. Kadi Borges, Twente'ni dağıdan oğlan. Twente'ni məhv oğlan. Bir hafta önce Niderland'da olduğu kimi Bakıda da bu qapçını məus eləyir. Brazilyalı Kadi Borges bir qədər əvvəl alınmadı. Bəxti gətirmədi. Qapı direği mani oldu ama bu dəfə Lars Universitan'ı keçərək olduqca soyuqqanlı şəkildə topu qapıya yönəltdi. Boş qapıya yönəltdi. Əli üzündə qalıb. Mromun bu oğlanı hiç unutmayacaq. Offside əlbəttə ki yoxdur. Mükemmel pas Musa'dan. Bu dəfə də Musa Qurbanlı və Kadi Borges tandemi. Bir həftə əvvəl də Musa'nın asistindən sonra fərqlənmişdi, düzdür. O zaman Musa'nın yüngül ehmalca toxunuşu Kadi'nin zərbə indirməsinə, fərqlənməsinə səbəb olmuşdu. Bu dəfə isə daha ağıllı pasla müdafiəni yararaq Musa Qurbanlı Kadi'ni zərbə mövqeyinə çıxardı. Konferans ligasında 7. goludur Kadi Borges'in. Ömrəli arenamızdan. Topdan Rots'ta. Weghorst. Sol tərəfə ötürmə. Qapıya zərbə. Çox təhlükəliydi. Olduqca təhlükəli zərbə idi. Necə oldu ki o boşluq verildi? Zərbəni isə Sondre Heriaseter indirmişti. 2016-2017 yıl mövsümündən bu yana ikinci dəfə tarixində, ikinci dəfə iki klubla təmsil olunabilir Avrupa Kuboklarının əsas mərhələsində Musa Qurbanlının zərbəsi. Topu uzaq 9'luğa vurmaq istəyirdi ama istədiyi toxunuşu reallaşdıra bilmədi. Sanlı komandalarla Çempionlar Ligasında mübarizə aparacaq. Bruno Langa mükemmel oynuyor. Pasivində sarı vərəqəsi olan Bruno Langa'nın bu sürüşmə fəndi nəyə desəz dəyərdi. Hücum isə davam eləyir, blok gəlir. Amma hələ də top Twente futbolçularındadır. Diqqətli olaq. İkinciden zərbə qərarı. Weghorst'un bu toxunuşundan sonra. Sabahın rəqibləri Barcelona, Borussia Dortmund, Napoli və Slavia Praga Bakıda olacaq. Sabahın səfər maçları isə Arsenal, Manchester United, Villarreal və Viking'e qarşı qeydə alınacaq. Möhtəşəm maçlar bizi gözləyir.
Düzden zərbə. Martin Zlomisic çıxışda səhvsiz oynayır. Dərhal da əli ilə Mateus'un önünə atdı topu. Braziliyalı sürətli şəkildə mərkəz xəttini keçdi, amma hələ ki ardını gətirə bilməyib. Əla, mükəmməl oynuyor, iki nəfəri özündən uzaqlaşdırdı. Ara ötürməsinə baxın. Musa Qurbanlı çox az. Bax, bu barmaq jestləri, hərəkətləri ona işarə idi. Çox hansısa futbolçunun deyəsə mikro zədəsi ona oynamağa əngəldir bu dəqiqələrdə və bunu vaxtında aradan qaldırmaq niyyətindədir Qarabağ cəbhəsi. Yunus Taha. Zlomisic top çıxmayıb deyəsən. Elədir ki var. Arxası qapıya topu qəbul etdi. Sol tərəfi görə bilərdi əslində. Aleksey Kaşuku görmüşdü də. Sadəcə tələsmədi topu həmin zonaya yönətməyə baxımından. Cay Muaddi bir sağ, bir sol, amma iti bucaq altından edilən zərbə yaxşı alınmadı ki Samuel Lubatunu. Pasivində sarı vərəqənin də olduğunu nəzərə alsaq, Portuqaliyalı futbolçu kənarda ola bilər. Qarabağın ifasında daha bir hücum. Cali Muaddi baş güzəlləndirici hərəkətlər, zərbə isə alınmadı. Yenə də davam eləyir. Cali Muaddi, Makretskis, Cebrail'in ötürməsi. Məhsullar ötürmə ilə yadda qaldı. Və nəhayət ki artıq bunu deyə bilirik. Nəhayət ki Bakıda Twente'nin qapısına yol tapmaq mümkün oldu. Ardıcıl 2 qolsuz bərabərlikdən sonra qapıya zərbə təhlükəli idi Dan Rots'un sayəsində. Hakimin fikrincə son toxunuş Martin Zlomisic'dən və Dani Bolt. Onu da meydana daxil edəcək Qurban Qurbanov. Hələlik isə Johnny Montiel'e ehtiyac duymur. Batunun əvəzinə meydana daxil olması bizə göstərildi. Bruno Langa topu boş qapıdan çıxarır. Bruno Langa. Top qapıya ünvanlanmışdı Mozambikli. Lazım olan anda düzgün mövqedəydi. Bu dəfə də Sinatdan Yunus Taha topu oyuna daxil etdi. Uzaq dirək istiqamətinə Vegors topa meylənir, amma Cebrail yeni nəfəsdir. Düzdür ayağından topu xeyli irəli attı və daha bir əks hücum, daha bir əks həmlə. Cədi Müəllif soldan qaçan, şığıyan belə bir güc Kadi Borges'dən. 74-cü dəqiqədəki sprinterə yəqin ki diqqət yetirdiniz. Kadi ümumi planda yox idi, amma bir andaca peyda oldu əks hücum zamanı. Qapıya zərbə Martin. Yerindədir Marco Piazza'nın zərbəsindən sonra. Titir vasitəsilə bir daha bizə nümayiş etdirildi. Musa Qurbanlı ilə Cebrail Makretskis'in əvəzlənməsi və Bruno Langa'nın qurtarışı, ardınca da reaksiyası. Qarabağın formasını geyinir. 2012-ci ildən bu yana bu kifayət qədər ciddi göstəricidir. Artıq 14 il millimizin də formasını geyinir. Bu isə Kadi Borges'in fərqləndiyi epizod 59-cu dəqiqə. Cərmə zərbəsini Weidman yoxsa Yunus Taha icra eləyəcək. Canlı səddin lazım olan məsafəyə çəkilməsini tələb etdi. Roy Tsagi təxminən 25-26 metr məsafədən yerinə yetiriləcək bu standart vəziyyət. Weidman'ın zərbəsi, top dəfədə qapının üstündən keçdi. Qarabağın düzülüşü ümumi planda bizə göstərilsəydi bilərdik kim hansı mövqedə oynayır konkret olaraq. Aslında Mateus sol tərəfə Bruno Langa'nın
mövqeyinə çəkilib. Belə bir yer değişmə, rotasiya. Qarabağın oyun planında Twente həmləsi və Gors endirir, zərbə və top qapıdadır. Marco Piazza 79-cu dəqiqədə ümidləndirir komandasını. Bu maçda hesabı bərabərləşdirir. Çox gözəl hücum izlədik. Həqiqətən də bunu, bax bu həmlə futbol dərsliklərinə düşəcək bir hücumdur. Sol tərəfə ötürülən top. Vegors'da baxın, necə soyuqqanlı şəkildə endirir və Marco Piazza da saxlamadan topu birbaşa uzaq küncə. Asist Vegors'tan, gol isə Marco Piazza'dan. John Van den Brom'un 70-ci dəqiqədəki əvəz etməsi Mizerruki. Yenidən Van Roy. Ötürmə cərmə meydançasına. Diqqətli olaq. Cebrail Makretskis. Marco Piazza. Dan Roth. 4 nəfər canlı sətti təşkil eləyir. İşarə verildi. Johnny Montiel meydana çıxan kimi cərmə zərbəsini yerinə yetirir, amma top canlı sətdən geri qayıtdı. Məqamda qapını boş buraxıb gəldi cərmə meydançasına. Böyük risk eləyir Twente. Çox böyük bir riskdir bu. Qapı boşdur. Yunus Taha. Daha bir ötürmə. Başlasın. Bu da qorxduğumuz başımıza gəldi. Bu da həmin vəziyyət. 92-ci dəqiqə. Bir neçə gün öncə ikinci hissəyə artırılan saniyələrdə sevinmişdiksə bu dəfə məyus olduq. Bir neçə gün öncə Tellur Mütəllimovun qolu ilə stadion ayağa qalxmışdısa bu dəfə ikinci hissəyə artırılan ikinci dəqiqədə stadion məyus oldu. Yunus Taha'nın ideal ötürməsini bildi Roy Tsagi tərəfindən və beləcə 90 dəqiqəni bitirir Norveçli referi. Bu artıq cütün 5-ci hissəsidir. Nə enerjisi varsa hamısını bax meydanda göstərib tətbiq eləyib sona qədər əzimkarlıqla mübarizcəsinə çox təəssüf. Bax bundan qorxurduq. Çünki artıq o buraxılan qolun məyusluğu artıq meydandakı futbolçulara da sirayət etməkdədir. Çox təəssüf. Weghorst. Bir gol, bir məhsuldar ötürmə. Artıq Twente Bakıdakı üstünlüyünü 2 topa çatdırdı. Ümumi hesabda da ilk dəfə olaraq önə keçdi. Məhsuldar ötürmə Dauda Weidman'dan, gol isə Wout Weghorst'dan. Çox təəssüf. Yaxın məsafədən Martin Zlomisliçi belə məyus etdi. Təcrübəli Niderlandlı Wout Weghorst. Ayılın, toparlanın uşaqlar. Olmaz belə. Ümumi hesabda 2-0 öndəykən nə daxı bu mənzərə, nə daxı bu görüntü. Van den Belt oyuna qoşulmuş, bu düzəliş edək. Dan Roth'un əvəzinə. Bu epizod incələnir. Məhz həmin o futbolçunun əllə oyunu varmı burada? Top qola dəyib, top qola toxunub. Fikir verdinizsə qoluna dəymişdi top. Zənnimcə sayılmamalıdır və böyük ehtimalla da sayılmayacaq. Diqqətlər hazırda baş hakimədir. Roy Tsagi'yədir. Vardan xəbər gözləyir. Top Thomas Van den Belt'in qoluna dəymişdi. Qol sayılmamalıdır. Sayıldı.
Mərkəz nöqtəni göstərdi. Dərindən ah çəkir. Wout Weghorst. Gol sayılmamalıydı axı. Açıq aşkar göründü. Thomas Van den Belt'in goluna değmişti top. Diyeceği başka bir söz ifade yoktu. Matias Höle. Dauda Weidman'ın əvəzinə. Bu epizod, bu gol çox danışılacaq. Zənnimcə Qarabağa qarşı növbəti haqsızlıqdan biri kimi müzakirə olunacaq. Hər bir mənasında bir qulaq vurması versin. Bəlkə yenidən ayıltdı onları. Musa harda sallamaq olar. Növbəti həmlə Cali Muəddib. Mikalo. Johnny Montiel. Onun fərdi ustalığına ehtiyac var zənnimcə bu dəqiqələrdə. Qapıya zərbə olacaqmı? Paralel pas mı yoxsa ötürmə? Son təmaslar Sunestal'dan. Sağdan gələn hücum. Johnny Montiel uzaq künc istiqamətini amma bərbad alındı. Mikalo. Makretskis. Dani Bolt. Toxunan olmadı. Bəlkə indi. Daha bir pas lazımdı. Cali Muəddib. Alınmadı. Ne alınmadı? Qərar nədir? Twente'nin lehine verilen qərar. Mateus Silva. Əla qoşulmuşdu hücuma sol cinahdan. Cali Muəddibin zərbəsi alınmadı. Halbuki Dinamo Kiev'lə Bakıdakı qarşılaşmada əla tutarlı bir gol vurmuşdu. Özdə saxlamadan topu qapıya yönəldərək fərqlənmişdi. Cərmə meydançası daxilindən Cali Muəddib bu dəfə isə alınmadı. Unestal. Beləliklə ilk hissə bitdi. Ümumilikdə cütün 5-ci hissəsi. İkinci 15 dəqiqə başlayır. İlk yarıda da vurgulamışdıq. Twente o qədər ciddi hazırlaşmışdı ki görüşə. 2 gün öncədən gəliblər. Tarixləri ərzində belə bir hal olmamışdı. Həm məsafənin uzaq olduğunu nəzərə alaraq 2 gün öncədən gəliblər. Həm çempionat maçını təxirə salıblar və tamamilə bütün fikirlərini bu oyuna, bu cütə yönəldərək hazırlaşıblar. Buyurun. Bu da Qarabağın azlıqda qalmasına gətirib çıxardı. Marko Yankoviç ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə cəzalanır. Meydanı vaxtından əvvəl tərk eləyir. Həmçinin də Weghorst da sarı vərəqə göstərdi. Məncə Weghorst düzdür, Twente komanda şəklində möhtəşəm oynadı bu öz yerində. Amma Weghorst vəziyyətin daha da kritikləşməsinə, bu vəziyyətə gəlib çatmasında əsas pay sahibidir. Bir gol, bir asist, xronoloji ardıcıllıqla deyək. Bir asist, bir gol və indi də Marko Yankoviç'in qırmızı vərəqə almasına səbəbkar oldu. Bu gedişlə Avrokuboklarda Qarabağ sabahı tək qoyacaq. Amma hələ vaxta var. Bir gol, bircə gol lazımdır. Ümumi hesabın bərabərləşməsi üçün. Qurban Qurbanov 5-ci əvəz etməsini reallaşdıracaqmı? Bəlkə elə bu oyunda Hikmət Cəbrayılzadə kimi, Əli Bəşirov kimi gənclərə, yeniyetmələrə şans verilməlidir. Bəlkə də. Az qala 4-cü topda qapıdan keçəcəkdi. Martin Zlomisliçin sayəsində bu baş vermədi. Bildirdiyi fikirləri xatırlatmaq istəyirəm əslində. Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Ehtiyac yaranarsa Hikmət Cəbrayılzadə və Əli Bəşirov oyunun ağırlığına
oyunun ağırlığı artıq qalmadı. Bu ağırlığı yüngülləşdirdi Twente. Psixoloji cəhətdən tamamilə artıq üstünlük yol tərəfindədir. Hesab 1-4, ümumi hesab 2-4. John Van den Brom futbolçularını sakitləşdirməyə çalışır. Niderlanddan gələn təxminən 100-150 azarkeş önünə istiqamətləndi Twente futbolçuları. Həmin o fanatları da bizə nümayiş etdirirlər. Artıq cütün talihi həll olunub böyük ölçüdə. Martin Zlomic'in kobud xətası, bağışlanmaz səhvi və Twente'nin bu qarşılaşmada ən yaxşılarından biri Younes Taha. O da bir gol, bir məhsuldar ötürməklə davam edir. ...23 yaşlı futbolçu komandasının üstünlüğünü 3 topa çatdırdı. 94-cü dəqiqədə vurduğu baxımlı, möhtəşəm qolu, həmçinin Molde Qarabağ görüşünün son saniyələrində 90+5-ci dəqiqədə hesabı bərabərləşdirməsi əlbəttə ki Bəhlul Mustafazadənin adı soyadı ilə bağlıdır. Zariya Savonun sıradan çıxması, Ronaldo Sefasının zədələnməsi Qurban Qurbanovun planlarını alt üst elədi, amma bundan da yaxşı bir nəticə, dərs çıxarmaq olar deyə düşünürəm. Hər halda futbolda hər zaman sevinmək, qələbə qazanmaq, zəfər çalmaq mümkün deyil. Belə nəticələr də hərdən lazımdır ki, silkələnəsən, toparlanasan, özünə gələsən, oyanasan və yenidən yoluna davam eləyəsən. Bax, bu ümidlərlə sizinlə sağollaşırıq. Bir daha təşəkkürümüzü bildiririk bizi izlədiyiniz üçün. Qarabağ, əfsuslar olsun ki, ardıcıl Avrokuboklar mövsümünün uğurlu seriyasından sonra yolunu bax bu form